Salam, biz bugün 10-cu sinif ədəbiyyat proqramında olan Aldanmış Kəvakib əsərinin təhlilinə baxırıq. Əvvəlcə gəlin əsərin məzmununu oxuyaq, lazımi qeydləri götürək, sonda isə əsərin forması ilə bağlı olan xüsusiyyətləri qeyd edərik. Deməli, hadisələr baş verir baharın əvvəlində. Deməli, ədəbiyyatımızda olan əsərlərin bir çoxunda hadisələrin baş vermə fəsli bahar fəslidir. Gəlin yadımıza salaq. Məsələn, bu Cəlil Məmmədquluzadənin Qurbanəli bəy əsərində, bundan başqa Mirzə Fətəli Axundovun digər əsəri olan Dərviş Məsləhət Şah Müsyo Jordan olan əsərində, Aldanmış Kəvakib əsəri bunda, daha sonra Aşıq Ələsgərin Dağlar qoşmasında, ikinci Dağlar qoşmasında, hansı ki deyir, bahar fəsli yaz ayları gələndə, Süsənli Sümbüllü, Lalalı Dağlar, Leyli və Məcnun əsərində, bundan başqa Şah İsmayıl Xətainin Dəhnamə əsərinin Bahariyyə hissəsində bahardan söhbət açılır. Başqa saysaq, yəni ədəbiyyatda çoxdur. Məsələn, Yusif Vəzir Çəmənzəmininin Zeybək qız əsərində də hadisələr bahar fəslində baş verir və eyni zamanda Miq üçün yeni çərçivəyə əlavə edilmiş Tənha nar ağacında da hadisələr bahar fəslində baş verir. Yəni ümumiyyətlə sayası olsaq bu mövzu uzanar. Yəni çox əsərimizdə bahar fəslinin xüsusi vurğusu var. Daha sonra Novruzdan 3 gün keçmişdi. Novruz bayramının adı keçən əsərlərimiz hansılardır? Gəlin bunları da yadımıza salaq. Deməli, bu əsərimiz Novruzdan 3 gün keçmiş bu əsərdə hadisələr baş verirsə, Müsyo Jordanda Novruzdan 1 gün keçmiş hadisələr baş verir. Bundan başqa Novruz bayramının adı keçirdi Məmməd Hüseyn Şəhriyarın Heydər Babaya Salam əsərində, Gələcək gün povestində keçirdi. Bundan başqa biz deyə bilərik ki, bu əsər yeni salınan Tənha nar ağacındakı əsərdə də Novruz bayramının adı çəkilir. Sadəcə orada Novruz ərəfəsi deyilir. Yəni Novruz ərəfə deyəndə bu əvvəlki tarix nəzərdə tutulur, amma burada artıq 3 gün keçmiş göstərilir. Şah Abbas günortadan 3 saat keçmiş, qəsrdə öz arvadı Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, Xacəbaşı Xacə Mübarək içəri girib baş əyərək ərz elədi ki, Münəccimbaşı Mirzə Sədrəddin Qibləyi aləmin ziyarətinə müşərrəf olmaq istəyir, bir vacib işdən ötürü. Deməli, Şah Abbas öz arvadı Səlma xatunla sarayda oturur və bu zaman Xacəbaşı Xacə Mübarək xəbər gətirir ki, bəs Münəccimbaşı Mirzə Sədrəddin sizə çox vacib bir xəbər gətirib. Deməli, Münəccimbaşının adı nədir? Mirzə Sədrəddindir. Şah Səlma xatuna işarə etdi ki, hərmixanaya getsin və Xacəyə buyurdu ki, Mirzə Sədrəddini çağır gəlsin. Münəccimbaşı şahın hüzuruna daxil olub, baş əydikdən sonra əl üstə qabaqda durub dua səna etdi. Burada səna etmək klassik ədəbiyyatda var. Hansı ki, bu sözün dua eləmək bildiyimiz dua etməkdir. Səna isə tərif etmək mənasındadır. Yəni, həm dua eləyir, həm tərif eləyir, məth eləyir. Daha sonra şah soruşur ki, Mirzə nə var? Və Münəccimbaşı ərz eləyir, yəni deyir, Qibləyi aləm sağ olsun. Kəvakib seyrindən belə məlum olur ki, Novruzdan 15 gün keçmiş Mərrixin Əqrəb ilə toqquşması nəticəsində Şərqdə, xüsusilə də İran mülkündə bir səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Hadisələr harada baş verir? İran mülkündə, düzdür? Buna görə də şahın sədaqətli və fədakar bəndəsi olduğum üçün bunu hadisə başlamazdan əvvəl xəbər verməyə özümə borc bildim. Deməli, növbəti qeydimiz nə olacaq? Münəccimbaşı özünü şahın sədaqətli və fədakar bəndəsi hesab edir. Şah bu vaxt çox cavan idi. Ömründən ancaq 22 il keçmişdi. Deməli, şah burada neçə yaşındadır? 22 yaşındadır. Və məlumdur ki, bu yaşda həyat necə şirin və əzizdir, xüsusən də yüksək bir mənsəbdə və səltənət taxtının üstündə olanlar üçün. Bu səbəbdən Münəccimbaşının xəbəri cavan şahı qorxuya saldı. Həmən saat rəngi qaçıb, güya ki, beyhuş oldu. Bir dəqiqədən sonra başını qaldırıb Mirzə Sədrəddinə buyurdu ki, xub, yəni yaxşı, mürəxxəssən, yəni gedə bilərsən, azadsan, get. Münəccimbaşı baş əyib qayıtdı. Şah yalqız qəsrdə yarım saat fikrə getdi. Sonra Xacə Mübarəyi səslədi. Xacə hüzura daxil olub da buyurdu ki, fərraş göndər. Bu saatda vəzir Mirzə Möhsünü, deməli hansı ki vəzir Mirzə Möhsündür burada, Sərdar Zaman xanı və Müstəfi Mirzə Yəhyanı və Mollabaşı Axund Səmədi mənim hüzuruma çağır. Deməli, burada vəzir bildiyimiz vəzirdir. Sərdar isə burada qoşun böyüyüdür, hansı ki, Müstəfi isə maliyyə naziri, yəni maliyyə işlərinə baxandır. Mirzə Yəhya Müstəfidir, Sərdar Zaman xan və Mollabaşı da əsas, yəni dini
hadisələri, dini qanunları verən Mollabaşı Axund Səməd. Bütün bu əsas 4 nəfəri yanına çağırdırır. Xaricə çıxır və biraz vaxtdan sonra çağırılan şəxslər gəldilər və baş əyib şahın buyruğunu gözlədilər. Şah münəccim başına dediklərini onlara çatdırdıqdan sonra buyurdu ki, ayə, sizin rəyinizə görə mən nə qismi tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm. Məclisdəkilər hamısı heyrət içində qaldı. Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Mövsüm başladı danışmağa. Deməli, burada birinci danışmağa başlayır kim? Vəzir. Belə yadda saxlayırsınız. Şah gəlir, şahdan sonra önəmli olan kimdir? Vəzirdir. Birinci deməli kim danışır? Vəzir danışır. Vəzir Mirzə Mövsüm başlayır danışmağa. Əlbəttə, şahın xatirindədir ki, böyük və hörmətli atanızın padşahlıq vaxtlarında bir para ağıldan kəm şəxslərin vəzirlik vəzifəsinə başlaması səbəbindən dövlətin xəzinəsi nə qədər boşalmışdı. Deməli, biz buradan görürük ki, Vəzir Mirzə Mövsüm nəinki Şah Abbasın, eyni zamanda onun atasının dövründə də vəzirlik etmişdi. Bu əhvalatdan xəbərdar olduqda mən tədbirə başladım. Qərar qoydum ki, Şah qapısının nökərlərindən hər kəs bir vəzifəyə və ya bir vilayətin hökumətinə mənsub olsa, gücü çatdığı qədər tutduğu vəzifəyə görə müəyyən miqdarda pul bəxş olaraq xəzinəyə təslim etsin. Deməli, birinci qoyduğu qanun nə idi? Tutduğu vəzifəyə görə müəyyən miqdarda pul bəxş olaraq xəzinəyə təslim etsin. Və əlavə, nə zaman ki, Qibləyi aləm, yəni bu ikincidir, Qibləyi aləm bir əmrin evini öz gəlişi ilə mübarək etsə, onun ev sahibi onun ayağının altına qumaş parçalar salsın və bir qədər də pul bağışlasın. Bu növ işlərin, deməli bu növ tədbirin vasitəsilə dövlət xəzinəsi şükür olsun Allaha pulu ilə doludur. Vəzirlik işlərinin irəli getməsində kiçik bəndəniz tərəfindən təcrübəsizlik təsəvvür edilməz, amma ulduzların müqabilində tədbir göstərməyə həqiqətən acizəm. Deməli, özünü sədaqətli, fədakar bəndə hesab eləyirdi ki, Mirzə Sədrəddin, münəccim başı. Amma biz burada görürük ki, vəzir özünü kiçik bəndə hesab eləyir. Deməli, vəzir özünü şahın kiçik bəndəsi hesab etdi. Bu da lazım olan qeydlərdən biridir. Bir dəftər ayırın və kənardan belə əsas qeydləri yazsanız, bu sizin təkrar edəndə çox böyük işinizə yarayacaq. Bundan sonra Sərdar Zamanxan başladı. Bu sədaqətli nökəriniz, deməli ikinci danışır kim? Orduların böyüyü Sərdar Zamanxan. Bu sədaqətli nökəriniz saqqalının tükünü ali və yüksək dövlətimizin xidmətinə sədaqət və hünərlə ağartmışam. Deməli, Sərdar Zamanxan özünü sədaqətli nökər hesab eləyir. Həmçinin sədaqətli bəndə adlandırırdı Mirzə Sədrəddin. Deməli, fərqlər var. Saqqalımın tükünü ali yüksəkdir dövlətimizin xidmətində sədaqətlə, hünərlə ağartmışam. Məsələn, deyir, 10 il bundan qabaq Osmanlı tayfası Bəkir Paşa Dəmirçioğlunun sərkərdəliyi altında 70 min nəfərə yaxın qoşunla İran torpağına hücum etməyə qəti qərar vermişdi. Qibləyi aləmin böyük və hörmətli atası İran qoşununun sərdarlığını mənə tapşırdı. Deməli, Sərdar Zaman da atasının dövründə bu sərdarlığı etmişdi. Deməli, Qibləyi aləmin böyük və hörmətli atası İran qoşunun sərdarlığını mənə tapşırdı. Əgər ki, bizim qoşunumuz say hesabı ilə Osmanlı tayfasından kəm deyildi, ancaq mənim heyfim gəldi ki, mömin və müqəddəs tayfanın qoşununu doğru yoldan azmışların qoşunu qarşısında tərəfə verdirim. Ona görə əmr etdim ki, Azərbaycan mülkündə bütün kəndlərin, əkin yerlərini xarab etsinlər və mal qaralarını qovub gətirsinlər, körpüləri dağıtsınlar, yolları pozsunlar. Deməli, biz burada nəyə şahid oluruq? Biz görürük ki, Sərdar Zamanxan nə qədər də qoşun böyüyü olsa da, nə qədər yəni o döyüş hazırlıqlarının, döyüşün yəni əsas aparıcı qüvvəsi olsa da, çox ürəyi yumşaq adamdır. Yəni bunu biz özünün nitqi ilə görürük. Burada özünün nitqindədir ki, amma mənim bir heyfim gəldi ki, mən mömindir, müqəddəs tayfanı digərdir yolundan azmışların qarşısına təlifə verdim. Yəni biz onun ürəyi yumşaqlığını burada da görürük eyni zamanda. Bəkir Paşa sərhədimizə daxil olduğu zaman Hərçənd qarşısında bizim qoşundan bir nəfər görmədi, amma yollar o dərəcədə xarab olmuşdu ki, əsla özü ilə topxana gətirməyə qadir olmayıb. Ancaq atlı piyadası böyük zəhmətlə Təbrizə varid oldu. Deməli, uşaqlar, bu birinci danışdı vəzir, ikinci danışdı sədaqətli nökər olan Sərdar Zamanxan, düzdürmü? Hər ikisi öz nitqi ilə özünü ifşa edir. Yəni, özlərinin nəsinə qalsa bacarıqsızlıqlarını danışırlar. Yəni, düşmənlə döyüşmək
etmək əvəzinə, öz torpağını qorumaq əvəzinə, öz torpağını, insanlara yararlı olan torpaqları, əkin yerlərini, mal-qaraları qovurlar, əkin yerlərini xarab eləyirlər, insanların istifadə etdiyi körpüləri dağıdırlar, yolları pozurlar. Yəni bu əslinə qalsa onların özlərini necə bacarıqsız, səriştəsiz dövlət idarə edən şəxslər olduğunu göstərir. Və biz burada artıq onların iç yüzünü özlərinin nitqi ilə açılmış gördük. Hər tərəfə dəstə göndərib azuqə toplamağa başladı. Əlinə nə taxıl dənəsi, nə bir öküz, nə də bir qoyun düşdü. Əlacısız qalıb 3 gündən sonra taqətsiz və ac pərakəndə düşərək köçmək təbini döydü. Deməli, bunlar gəlirlər, məcbur topxana gətirə bilmir, yollar, körpülər dağıdıldığına görə piyadaları ilə gəlir və hər yer dağıdıldığına görə artıq o əlinə heç bir taxıl da tapa bilmir, heç bir heyvan da ovlaya bilmir və axı o boyda qoşun gəlir və onlar qidalanmalıdırlar və ona görə də bunlar artıq taqətsiz, ac şəkildə, pərakəndə şəkildə Təbrizdən çıxıb gedirlər, Təbrizdən qaçırlar. Bu tədbir ilə İran mülkü yad tayfaların hücumundan salamat qaldı. Yolları dağıtmaq, körpüləri yıxmaq hökmdarın o dərəcədə xoşuna gəldi ki, bundan sonra düşmən hücumundan qorumaq üçün onların nə də bərpasını da məsləhət bilmir. Və belə işlərdə sarayın qoca iti faydalı tədbir göstərməkdə aciz deyil. Deməli, özünü sarayın qoca iti adlandırır kim? Sərdar Zamanxan. Belə yadda saxlayaq. Belə, məsələn, itləri normalda evləri qorumaq üçün bəzi evlərdə qoyurlar qapının ağzına. Düzdür, siz də belə yadınızda saxlayın ki, sarayın qoca iti, yəni sarayı qoruyan qoşun işlərindən məşğul olan Sərdar Zamanxan idi. Sonra, amma ulduzların qarşısını almağa heç bir çarə tapa bilmir. Yəni, deyir ki, mən bu qədər işlər görmüşəm, amma mən ulduzların qarşısında çarəsizəm. Şahın qorxusu şiddətlənir. Deməli, 2 nəfər danışandan sonra şahın qorxusu şiddətlənir. Sonra Müstəfi Mirzə Yəhya danışmağa başladı. Müstəfi Mirzə Yəhya da maliyyə işləri ilə məşğuldur. Yəni, hansı ki, xəzinə, pul, qoşunda və yaxud da digər vəzifə sahiblərinə pul paylamaq bu işlərə Mirzə Yəhya baxır. Bəllidir ki, qoşunu və orta dərəcəli qulluqçuların məvacibi Qiblə-i aləmin fərmanına əsasən və mənim imzam ilə, deməli, Şah Abbasın fərmanına əsasən və Mirzə Yəhyanın imzası ilə vilayətlərin mədaxilindən verilir. Çünki dövlət xəzinəsinə nəqd pul, necə ki, vəzir söyləmişdi, çatışmırdı. Ona görə də mən bu cəhətdən çox qəmgin idim. Hərkət mən məvacib fərmanlarını imza edib vilayətlərə göndərmişəm ki, məvaciblərin kəsilməsi ilə ali və yüksək dövlətimiz xalqın nəzərində etibarsız görünməsin. Amma ondan qabaq hər bir vilayət hakiminə gizli məktub göndərmişəm ki, mənim tərəfimdən ayrıca məktub yazılmamış həmən fərmana əsasən məvacib verməsinlər. Deməli, Müstəfi Mirzə Yəhyanın gördüyü iş nə oldu? O, deməli, əvvəlcədən bütün vilayət hakimlərinə yazı göndərir ki, güya ki, hamının maaşı, məvacibləri vaxtında verilsin. Yəni, bunun göndərilməyində məqsəd nədir? Güya ki, dövlət öz təbəələrini, necə deyərlər, öz işçilərinin qeydinə qalır və onların maaşının gecikməsini istəmir. Yəni, bu, əslində gözdən pərdə asmaq kimi bir şey idi. Amma deyir, ondan qabaq da hər bir vilayət hakiminə gizli məktub göndərir ki, yəni mən tərəfdən ayrıca siz məktub almamış, heç bir məvacib verməyin. Güya ki, dövlət Şah Abbas xalqın qeydinə qalır, sadəcə yəni bu dövlətin etibarı aşağı düşməsin də, sadəcə aşağı təbəqələr məvacibi verənlər güya ki, gecikdirirlər. Amma əslində dövlət güya onların hamısına, yəni Şah Abbas onların hamısına məvacibi köçürür. Həmin tədbir səbəbi ilə dövlət xəzinəsinin mədaxili çox artmışdı. Qoşun əhli, deməli, dövlət xəzinəsinin mədaxili çox artmışdı. Qoşun əhli və mənsəb sahibləri məvacibsiz qalmışlarsa da, sülh və asayiş zamanı olmaq səbəbi ilə İranın ucuzluğuna görə məvacibə çox möhtac olmayıblar. Deməli, bu tədbir sayəsində öz dili ilə deyir ki, dövlət xəzinəsinin mədaxili artır. Əlbəttə ki, o qədər insanın məvacibini, maaşını ödəmir və dövlətin əlbəttə ki, xəzinəsi artacaq. Amma deyir, qoşun əhli ilə mənsəb sahibləri məvacibsiz qalırlar. Yəni, qoşun əhlidir, qoşunda işləyənlər, qoşun döyüşənlər və yaxud da digər mənsəb sahiblərinin maaşsız qalırlar. Yəni, onlara aylıq pulları verilmir. Amma deyir ki, bu İranda həmin müddətdə sülh və asayiş olduğuna görə
onların pula çox ehtiyacı olmadığına görə çox da problem yaramayıb. Belə işlər xüsusunda mənim düzgün işləyən zehnim, yəni bu qədər iş görüb güya ki elə düzgün işləyən zehni var, məharət göstərir. Lakin ulduzların təsirini rədd etmək üçün doğrusu heç bir çarəyə ağlım çatmır. Deməli, üçüncü bizdə danışdı ki, Yəhya danışdı, Mirzə Yəhya danışdı. Növbə yetişdi Molla Başıya. O söylədi. Bu qüdrətli dövlətin davam etməsi üçün bu dua edəni böyük və uca olan Səfəviyyə nəslinin səmimiyyət və sədaqəti tərifə sığmaz. Bu halda ki, Qibləyi aləmin vücudu ulduzların təsirindən qorxu altındadır. Mənim ürəyim tavadakı balıq kimi büryan olur. Bu testlərə düşən bir məqamdır. Ürəyi tavadakı balıq kimi büryan olan kimdir? Mollabaşı Axund Səməd. Özünü qüsurlu ağıl hesab edir. Qüsurlu ağlıma belə yetişir ki, o məlum münəccim başının özü bu işin çarəsini bizdən artıq bilir. O Qibləyi aləmə xəyanət edibdir ki, ulduzların təsirini bildirib, əlbəttə bir pis fikrə görə də dəfnin çarəsini göstərməyib. Necə ola bilər? Zəhəri göstərər, zəhərin təsirini yox edən dərmanı göstərməkdən özünü kənara çəkə. Qibləyi aləmə onun özünü çağırsın, bu hadisənin dəfi üçün onun özündən əlac istəsin. Əgər bir bəhanə gətirsə, boynunu vurdursun. Deməli, Mollabaşı Axund Səməd burada çarə demək əvəzinə, nəsə demək əvəzinə deyir ki, mən belə fikirləşirəm ki, münəccimbaşı özü bu işin çarəsini hamımızdan artıq bilir. Yəni necə olur ki, o gəlir, yəni problemi göstərir, zəhəri göstərir, amma deyir onun dərmanını deyə bilmirdir. Deyir mənə görə, yəni o dərmanı deməməyinin səbəbi necə onun beynində olan bir pis fikrə görədir. Və deyir mənə görə Qibləyi aləm deyir onun özünü çağırtırsın, əgər onun üçün əlacı yoxdursa onun boynunu vurdursun. Mollabaşının münəccimbaşı ilə köhnə ədavəti var idi. Deməli, Mollabaşının belə eləməkdə məqsədi nə idi? Bu axı Mollabaşı dini qaydalarla güya ki gedirdilər. Münəccim də ulduzlardan, yəni astronomiya ilə bağlı bir sahədə ulduzlara baxıb olacaqları deyirlər və Mollabaşı nə münəccimbaşının ona görə tutmur və köhnədən də ədavətləri var idi bunların. Və bu əhvalat Mollabaşı üçün çox yaxşı vasitə göründü ki, onun və başqa münəccimlərin atalarının yorunu yandırsın. Hər halda həmən uğursuz xəbərə görə Şahın münəccimbaşının zəlləsi getmişdi. Xacə hazır olduqda buyurdu. Bu saat xidmətçi göndər, münəccimbaşını mənim hüzuruma gətirsin. Bir saatdan sonra münəccimbaşı hazır oldu. Şah qəzəblənmiş aslan kimi diz üstə çöküb müraciət etdi. Pədər-sürdə, ulduzların bəlasından məni qorxudarsan və əlacını gizlərsən, cəllad. Dərhal üz gözündən dəhşət yağan cəllad, belində xəncər, əlində ip içəri girdi. Biçarə münəccimbaşının ruhu uçub başladı yarpaq kimi titrəməyə. Şah cəllada buyurdu. Apar bu itin bu saatda boynunu vur. Sərdar Zaman xan hərçənd qılınc əhli idi, amma çox qəlbi yumşaq adam idi. Münəccimbaşının halına rəhmi gəlib ayağa durub söylədi. Deməli, münəccimbaşının həm də halına rəhmi gəlir Sərdar Zaman xanın. Deyir ki, sənə qurban olum. Bu itin boynu vurulandan sonra hadisənin ortadan qaldırılması üçün kimdən əlac soruşacaq? Mən fağır və yazıq bəndə xahiş edirəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə onun ölümündən keçəsiniz. Hadisənin əlacı xüsusunda ondan tədbir soruşasınız. Əgər istədiyimizə uyğun cavab verməsə, o vaxt müqəssirdir və ölümü vacibdir. Şah münəccimbaşıya müraciət edib dedi ki, məlum bu saatda hadisənin ortadan qaldırılmasına əlac göstər. Biçarə münəccimbaşı yaman halda idi. Hadisənin aradan qaldırılması üçün heç bir əlac bilmirdi. Amma ölümün qorxusundan onu aşkara çıxara bilmədi. Yəni, o əslində qalsa heç bir əlac bilmirdi, amma əlac bilmədiyini üzə çıxara bilmir. Çünki qorxur ki, öldürürlər, aparar, boynunu vurarlar. Və buna görə sakit durur və deyir ki, qurban olum, hadisənin əlacı mümkündür. Yalan danışır burada. Mənə bir saat möhlət verin, gedim Zici Uluğ bəyi nəzərdən keçirim, qayıdım, gəlim. Deməli, burada Zici Uluğ bəy deyəndə, bu Uluğ bəy məşhur Özbək alimidir və onun tərtib elədiyi astronomiya cədvəlidir Zici Uluğ bəy deyəndə. Və bu Zici Uluğ bəyi nəzərdən keçirib deyir, qayıdıb söyləyim mən sizə. Şah icazə verdi. Münəccimbaşı çıxmamış Xacə Mübarək içəri girib söylədi. Deməli, baxın, münəccimbaşı hələ ki içəridən çıxmayıb. Bu anı təsəvvür eləyin ki, yəni münəccimbaşı çıxmaq istəyir, amma içəridədir. Və Xacə Mübarək içəri girir, söyləyir ki, Mövlana Cəmaləddin Mübarək hüzurunuza icazə istəyir. Mövlana otağa daxil olub, şaha lazım olan sitayişi əmələ gətirdi və şahın işarəsilə oturub söylədi. Deməli, Mövlana Cəmaləddin içəri girəndə artıq münəccimbaşı da oradaydı. Yəni münəccimbaşı çıxıb getməmişdi. Yəni Mövlanənin danışdıqlarını münəccimbaşı özü də eşidir orada.
Qibləyi aləm sağ olsun. Bu bəndəniz qocalıq səbəbindən Şah sarayından kənar olub cuşənçin olmuşamsa da, lakin bu vəziyyət, yəni Novruzdan 15 gün keçmiş, Mərrixin Əqrəb ilə yaxınlaşmasından Qibləyi aləmin zat-ı mübarəkinə böyük zərər ehtimalı olduğu üçün vacib bildim ki, qulluğunuza gəlim və qabaqcadan hadisəni elan edim. Aradan qaldırılmasına tədbir göstərim. Bu məqsədlə ki, bəlkə də bu keyfiyyət cavan münəccimlərin iti gözlərindən gizli qalmış ola. Deməli, Mövlana Cəmaləddin özü də əvvəlki münəccim olub. Sadəcə yaşlanmasına görə o artıq saraydan kənar olur. Sadəcə deyir, mən bura gəlmişəm ki, birdən deyir, cavan münəccimlərin gözündən deyir, bu yəni Mərrixlə Əqrəbin yaxınlaşması qaçmış olar və yəni şahın yaxşılığı üçün mən gəlmişəm ki, sizi bu hadisədən xəbərdar edeyim. Şah kifayət dərəcədə xoşhal olub buyurdu ki, Mövlana, biz elə o xüsusda söhbət edirdik. Hadisə məlumdur, tədbirinizi söyləyin. Mövlana söylədi, bu nəhs günlərdə, yəni Novruzdan 15 gün keçənədək gərək Qibləyi aləm şahlıqdan əl çəkə. Taxt tacı günahkar və ölümə layiq bir nəfərə təslim edə. Özü də xalqın gözündən gizlənə. Deməli, biz burada nəyi gördük? Hadisənin deməli, çarəsini deyən kim oldu? Mövlana Cəmaləddin. Deməli, Mövlana Cəmaləddinin çarəsi nə idi? Deyir ki, bu həmin müddətdə şahlıqdan əl çəkməlidir, taxt tacı günahkar, ölümə layiq bir nəfərə deməli, təslim eləməlidir, özü də ki, xalqın gözündən gizlənməlidir. Belə olduqda ulduzların təsiri həmən günahkarın başında çatlayacaq. Çünki o vaxt İran padşahı odur. Elə ki, hadisə baş verdi və taxta oturan o günahkar fəlakətə yetişdi, o zaman Qibləyi aləm gizləndiyi yerdən çıxıb yenə taxt tacı malik olar. Tamam xoşbəxtlik və səlamətliklə şahlıq edər. Amma gərək xalqdan heç kəs bu tədbiri bilməyə və zənn etməyə ki, Qibləyi aləm taxt tacdan müvəqqəti əl çəkir. Ta ki, taxta çıxmalı olan günahkarı özlərinə müstəqil padşah bilərlər. Gərək hərəmxana xatunlarının da talağı verilib, kəbin çağızları cırıla. Sonra onlara təklif oluna ki, dəxi padşah deyil, adi cəmaatdan biri olan Abbas Məhəmməd oğluna ikinci dəfə kəbin kəsilsin. Deməli, bura qədər gəlin baxaq. Deməli, deyir, İran şahlığından əl çəkməlidir, taxt tacı günahkar birinə verməlidir və özü də xalqın gözündən gizlənməlidir ki, hamı inansın ki, bu həqiqətən artıq şah deyil. Və eyni zamanda deyir ki, hərəmxana olan xatunların da deyir, talağı kəsilməlidir, kəbin kağızları cırılmalıdır və onlara deyilməli ki, artıq padşah deyil Şah Abbas və bundan sonra adi insan olan, cəmaatdan biri olan Abbas Məhəmməd oğluna ikinci dəfə kəbin kəsdirmək istəyən kəbin kəsdirə bilər. Kasıblığa və qənaətə razı olarlarmı? Hansı birisi ki, razı olsa, ona ikinci dəfə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazılar. Hər kəs ki, razı olmasa, həmin saat buraxılar. Münəccimbaşı qorxudan qurtardı. Deməli, baxın bu məqama, deməli, Münəccimbaşı bu Mövlana Cəmaləddin dediklərini eşidir, artıq canı qorxudan əlac tapdığına görə artıq qorxudan qurtarır. Deməli, o onun dediklərini eşidir, Münəccimbaşı içəridə idi. Şahın üzündən tamamilə qorxu əsəri çəkildi, ağarmış rəngi özünə gəldi. Məclis əhlindən Mövlananın ağlına və şəmalına afərin sədası göyə qalxdı. Şah gülər üzünü Mollabaşıya tutub sual etdi. Deməli, burada belə bir məqam yaranır. Şəriətin hökmlərinə uyğun, hədsiz dərəcədə günahkar və öldürülməsi vacib olan bir nəfər nəzərdə vardırmı ki, səltənəti və taxt tacı ona həvalə edək? Mollabaşı cavab verdi. Deməli, uşaqlar, belə baxırıq ki, hadisənin əlacını, çarəsini belə bir məqam yarandı ki, şahın deməli başına gələcəklərə çarəni tapan kim oldu? Mövlana Cəmaləddin oldu, düzdürmü? Yusif Sərracın adının verilməsi, Yusif Sərracın taxta çıxarılmasını məsləhət görən amma Mollabaşı olur. Deməli, Şah Mövlana Cəmaləddin ona çarəni deyəndən sonra Şah üzünü Mollabaşıya tutur və deyir ki, yəni şəriətin deyir hökmlərinə uyğun olan, hədsiz dərəcədə deyir günahkar, yəni öldürülməyə necə deyirlər, müsait olan düşlər demişik, yəni öldürülməsi vacib olan bir nəfər varsa, denə taxt tacı ona həvalə eləyək. Yəni ki, bir daşla iki quş vururlar da, yəni günahkar biri varsa deyir, denə elə vaxtı olmuşkən onu da aradan çıxartdıq. Mollabaşı cavab verdi. Pərvərdigar aləm, Qibləyi aləmə uzun ömür kəramət etsin. Bu Qəzvin şəhərində bir nəfər yaramaz meydana çıxıbdır ki, bütün yer üzündə ondan çox günahkar, ölmə layiq bir nəfər tapılmaz. Adına Yusif Sərrac deyərlər. Deməli, Pərvərdigar edir aləm.
Qəzvin şəhərində bir nəfər də yaramaz meydana çıxıb. Deməli, hansı şəhərdə? Qəzvin şəhərində. Bütün yer üzündə ondandır çox günahkar, ölmə layiq nəfər yoxdur. Adına Yusif Sərrac deyərlər. Məlum deyildi ki, harda tərbiyə tapıbdı. Ancaq indi Qəzvin şəhərində yaşadığı üçün işi peşəsi məlum olmayan oğru quldurdan özünə mürid cəm edib, həmişə möhtərəm ruhanilərin və parlaq şəriət xadimlərinin zərərinə, pisliyinə danışmaqdadır. Bu məlun həmişə öz başına toplananlara aşkar söyləyir ki, güya möhtərəm ruhanilər avamları aldadır. Məsələn, onun əqidəsicə güya dini hökmləri yerinə yetirmək lazım deyil, xüms və imammalı vermək doğru deyildir. Bundan əlavə, ali və yüksək dövlətə zidd mübahisələr də edir. Deyir ki, güya kəndxudalardan tutmuş, patriarxa qədər olan, harda qaldı, bitirdim yerini. Patriarxa bütün mənsəb sahibləri zülmkar və quldurdular. Ölkəyə və millətə bunların heç bir mənfəəti yoxdur. Burada uşaqlar, xüms və imammalı deyəndə nə nəzərdə tutulur? Xüms və imammalı vergi növüdür. Bu, hansı ki, həmin dövrdə Qurani-Kərimlə təsbit olunan bir vergi növüdür. Və xümslə imammalı Yusif Sərraca görə vermək doğru deyildi. Daha sonra, ölkəyə və millətə bunların heç bir mənfəəti yoxdur. Həmişə öz nəfslərinin həvəsi ilə bikarə xalqı cərimə edib sıxışdırır və təqib edirlər. Öz rəftarlarında heç bir qanun və qaydaya əsaslanan deyildilər. Bu cür rəftar ancaq zülm və yol kəsənlərin əməlidir. Bəndəniz belə məsləhət görür ki, Qiblə-i aləm, səltənəti və taxtacı bu məluna təslim etsin ki, ulduzların təsirindən öz cəzasına yetişib cəhənnəmə vasil olsun. Deməli, məsləhətini burada Molla Axund tamamlayır. Məclis əhli bu rəyi təsdiq edib uca səslə dedilər. Yusif Sərrac ölüm və göyün bəlasına layiqdir. Şah xoşhal olub buyurdu. Onun həlakına razıyam. Sabah bu tədbir tamam kamal icra olunacaqdır. Şah məclisdəki şəxsləri azad elədi. Məclis dağıldı. İndi biz Yusif Sərracın kim olduğunu tanımalıyıq. Bu şəxs Qəzvin kəndlilərindən olan Kərbəlayı Səlim adlı bir kəndlinin oğlu idi. Kərbəlayı Səlim mömin, dindar bir adam idi, deməli, və belə bir adam olduğuna görə də istəyir ki, oğlu molla olsun və ruhanilər təbəqəsinə daxil olsun. Ona görə də onu uşaq ikən gətirib Qəzvin şəhərindəki məktəbə qoyur. Bir neçə il sonra Yusif Sərrac həddi buluğa yetişir, gənclik yaşlarına çatandan sonra təhsil almaq üçün İsfahana gedir. Ruhanilərin bir çox işlərdə qəlbliyini, yəni saxta işlər gördüyünü, yalançılıq elədiklərini müşahidə etdiyindən o bu sinifə nifrət bəsləyir və istəmir ki, özünü onların zümrəsinə daxil eləsin. Yəni, özünü ruhanilərin içərisində görmək istəmir. Kərbəladan qayıdıb Həmədana gəldi. Orada usta Xəlilin yanında 40 yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənir. Deməli, 40 yaşında sərraclıq sənəti öyrənir. Sərraclıq sənəti də nə idi? Bu, atların üstünə salınan yəhər olur. Onların tikilməsi, onların düzəlməsi işini görür. Sərraclıq edirdi. Və Qəzvinə qayıdır. Bu şəhər paytaxt olduğu üçün onun sənətinə burada daha yaxşı qiymət verilir. Deməli, paytaxt şəhər burada nə idi? Qəzvinə qayıdır və Qəzvin burada paytaxt olduğuna görə burada daha çox yəni bu işlər yaxşı gedirdi. Qəzvinə gəldikdən sonra evləndi, dükan açdı, öz qazancı ilə özünü, ailəsini saxlamağa məşğul oldu. O saf ürəkli və xeyirxah adam olduğundan həmişə ruhanilərin və mənsəb sahiblərinin pis hərəkətləri onun xatirinə toxunur, onları tənqid və töhmət etməkdən dilini saxlamağa qadir ola bilmirdi. Hərçənd bu növ fədakarlıq onun sadiq və xeyirxah dostlar topladı. Lakin nəhayət bədbəxtliyinə bais oldu. Sabahı gün şahın buyruğu ilə günorta 2 saat qalmış, tamam əyan əşrəf və dövlət adamları, ruhanilər, cümlə mənsəb sahibləri, kəndxudadan tutmuş vəzirlərə kimi şahın sarayında hazır oldu. Bu halda şah başında tac, əlində cəvahir, belində kəmər və qiymətli daşlarla bəzənmiş qılınc zahir oldu. Üzünü sarayda hazır olanlara tutub xitab elədi. Camaat, indi 7-ci ildir ki, mən müqəddəs Allahın köməyi ilə sizə padşahım. Deməli, 22 yaşı var, düzdürmü indi? 7 ildir ki, bu Şah Abbas şahlıq edir. Hazırda 7-ci ilindədir. 22 yaşında 7-ci ilindədir. Allahın da köməyi ilə sizə padşahım, imkanım qədər sizin hər birinizə nəvaziş və mərhəmət göstərmişəm.
Sizdən də çox razı və xoşnudam. Çünki Səfəviyyə ocağına olan istəyiniz səbəbilə həmişə mənə məhəbbət və sədaqət göstərmisiniz. İndi sizə açıb deməyə lazım bilmədiyim bir para səbəblərə görə mən səltənətdən əl çəkib taxt-tacı bu rütbəyə məndən layiq və münasib olan bir kəsə həvalə etməyə məcburam. Həmən şəxsi Mollabaşı, Sərdar Zamanxan, Vəzir Müstəfi, Mövlana Cəmaləddin, Münəccimbaşı sizə göstərəcəklər. Gərək hamınız gedib, təntənə və cəlal ilə onu gətirib bu taxtın üstündə oturdasınız və özünüzə şah biləsiniz. Vay o kimsənin halına ki, mənim fərmayişimdə səhlənkarlıq edib o şəxsin itaətinə qüsur göstərəm. Şah bu sözləri tamam eləyib, tacı başından götürür, taxtın üstünə qoyur və tamam qiymətli paltarlarını soyunub, qılınc kəmərini açır, bir köhnə paltar əyninə geyir və xalqa üz tutub deyir. İndi mən adi cəmaatda olan bir fəqir kişiyəm, Abbas Məhəmmədoğlu. Daha məni axtarmayın ki, görə bilməzsiniz. Xudahafiz. Deməli, bütün nə qədər qılıncı, tacı, kəməri, nə qədər qiymətli əşyaları varsa, hamısını çıxarır, adi kasıb köhnə bir paltar geyinir və qarışır cəmaatın arasına. Deyib taxtdan düşür, hərəmxanaya gedir. Məclisdəkilərin hamısı heyran qalırlar. Bilmədilər ki, bu əhvalat nəyə isnad etsinlər. Hərəmxanada hərəmlərin hamısı şahın əmri ilə bir otağa yığışmışdı. Şah üzünü hərəmlərə tutub xitab elədi. Əziz arvadlarım, indi böyük təəssüflə məcburam ki, sizə bir yaman xəbər elan edəm. Sizə məlum olsun ki, mən dəxi İran padşahı deyiləm. Dəxi mənim imarətim, dövlətim yoxdur ki, sizə zinət və bəzəkdə, gözəl otaqlarda saxlayam. Mən adi cəmaatdan bir fəqir yoxsul şəxsəm. Ona görə məcburam ki, sizin talağınızı verib hamınızı azad edim ki, hər kəsə meyliniz olsa ona gedəsiniz. Deməli, baxın, burada artıq biz fərqli ad görürük. Molla Rəsul, deməli, sonra üzünü Molla Rəsula tutub buyurur. Bunların boşanma siğələrini oxu. Deməli, boşanma siğələrini oxuyur kim? Molla Rəsul oxuyur. Oxuyan kimdir? Molla Rəsul. Deməli, burada Axund Səməd falan yoxdur. Görürsünüzmü? Molla Rəsul oxuyur. Talaq tamam olduqda şahın buyruğu ilə onların kəbin kağızlarını Xacə Mübarək cırır. Deməli, kəbin kağızlarını cıran kimdir? Xacə Mübarək cırır. Şah ikinci dəfə sarayın gözəl qadınlarına üz tutub dedi: Əgər sizdən hər biriniz fəqirliyə və qənaətə razı olub məni, yəni Abbas Məhəmmədoğlunu ərliyə qəbul edirsə, təzədən onu nikah oxutduraram. Hərəmlərin hamısı təzədən razı oldular ki, şaha arvad olsunlar. Amma onların hamısından 2 nəfər gözəl dilbər ki, razılıqları olmadan şahın hərəmxanasına düşmüşdü, çox utancaqlıqla ahəstə söylədilər. Biz şaha arvad olmuşduq, öz bəxtimizdən və dərəcəmizdən çox xoşhal idik. İndi ki, bu bəxtəvərlikdən məhrum olduq, Abbas Məhəmmədoğluna ərə getməyi qəbul etmirik. Deməli, buradan bir haşiyə çıxar. Bu 2 nəfər kim idi? Biri Gürcüstan valisinin qızı idi və həmin Gürcü qızı səhərsi günü çıxır, gedir. Özünün əmsi oğlu ilə yığışdanır, gedir Gürcüstana. Digər ikinci qız da Qəzvin əhlindən idi və Qəzvin əhlindən olan tacirin qızı idi və hərəmxanaya təsadüfən gəlib düşmüşdü. Yəni biri Qəzvinli, digəri isə Gürcü qızı idi. Deməli, həmin saat bu 2 nəfər azad edildi. Başqa hərəmlərin nikahı təzədən Abbas Məhəmmədoğluna oxundu. Xacə Mübarəyə əmr olundu ki, həmən saat hamısını Qəzvin 6-cı küçəsinin başında müəyyən olan bir evə piyadə aparsın. Sonra Abbas Məhəmmədoğlu hərəmxanadan çıxıb uzaqlaşdı və gözə görünməz oldu. Yusif Sərracın dükanı Şah Məscidi meydanının şərq tərəfində yerləşirdi. Günortadan 2 saat keçmişdi. Yusif Sərrac vacib olan günorta namazını qıldıqdan sonra oturub, əlində bir cilovu tikib tamam edirdi ki, müştəri cilovun o gün hazır olmasını tapşırmışdı. Bu halda meydanın qərb tərəfindən bulud kimi toz qalxdı. Mollabaşı Sərdar Zamanxan, Vəzir Müstəfi, Mövlana Cəmaləddin, Münəccimbaşı, möhtərəm ruhanilər, əzəmətli seyidlər, əyan, əşrəf, mənsəb sahibləri bir dəstə piyadə və bir dəstə atlı, cah-cəlal və aram ilə gəlirdi. Yusif Sərracın dükanına çatdıqda hamısı dayandılar. Mollabaşı və Sərdar irəli durub, Yusif Sərraca baş əyərək salam verdilər və Yusif Sərrac ayağa durub təzim elədi. Amma olduqca təəccübləndi. Sonra Mollabaşı danışmağa başlayıb dedi: Qəzanın təqdirindən, usta Yusif, bu gün sən bizim padşahımızsan. Deməli, artıq Yusif Sərraca gəlib elə birinci təqdim edir, deyirlər ki, sən bizim padşahımızsan. İranın deməli səltənət taxtında bu saat Şah Abbasın yeri boşdur və həmin yeri doldurmaq üçün biz sənin yanına gəlmişik. Yəni sən bundan artıq bizim padşahımızsan. Yusif Sərrac çox heyrətə düşür. Bilmir ki, bu nə əhvalatdır və onun qabağında tamam dövlət qulluqçuları durmuşlar. Yəni öz-özünə məəttəl qalıb ki, bu nə işdir ki, günorta oturduğum yerdə gəliblər ki, sən padşahsan artıq. Bu sözləri ona İranda mətin bir şəxs hesab olunan Mollabaşı deyirdi. Deməli,
Biz burada görürük ki, Yusif Sərraca gəlib birinci padşahımızla deyən kim olurdu? Mollabaşı olurdu. Mollabaşı burada təbii ki, Axund Səməd olacaq. Amma hadisə o dərəcədə qəribə idi ki, gözü ilə gördüyü bu əhvalatın olmağına Yusif Sərrac heç etibar edə bilmirdi. Axırda dedi: Mənim ağam, Mollabaşı, mən cənabınızı İranda mətin adamlardan hesab edirəm. Bilmirəm ki, dəli olubsunuz, ya tirgə yatıbsınız, bu sözləri mənim üzümə deyirsiniz. Mən bir fəqir Sərrac babayam, mən hara, taxta çara. Vallah, mən anlaya bilmirəm ki, sizin bu hərəkətinizi nəyə isnad verim. Mat və heyran qalmışam, acizanə təvəqqə edirəm ki, mənə sataşmayasınız. Sərdar Zamanxan başladı. Deməli, ikinci başlayır kim? Qoşun böyüyü Sərdar Zamanxan. Usta Yusif, bugün tamam İran torpağında sənin şahlığın qəbul edilmişdir. Mollabaşının sözünə əsasən Şah sarayına buyurun ki, şahın taxta çıxmağı vaqe olsun. Yusif Sərracı ata mindirdilər. Əvvəlki qərar üzrə dəstə Şah sarayına yola düşdü. Xidmətçilərin küçələrdə çəkilin səsi ərşə dayandı. Tamam Qəzvin əhalisi kişili, arvadlı, kiçikli, böyüklü pəncərələrdə damlar üstünə çıxıb tamaşaya məşğul oldular. Əhvalatdan xəbərdar olmadıqları üçün hamısı heyrətdə qaldı. Şah sarayının qapısı xidmətçilər Yusif Sərracı atdan düşürdülər. Mollabaşı və Sərdar Zamanxan qolundan yapışıb təzim ilə onu imarətin otağına daxil etdilər və səltənət taxtının üstündə oturtdular. Hamı şahın sarayından çıxdı. Ancaq Yusif Şah taxtın üstündə oturmuş, qabağında Xacə Mübarək və başqa bir neçə xacə ilə xidmətbaşı Əzim bəy, bir neçə xidmətçi durmuşdular. Bayırda isə fərraşlar dayanmışdılar. Yusif Şah Xacə Mübarəyi yanına çağırıb dedi: Deməli, Yusif Şah olanları kimdən öyrənir? Xacə Mübarəkdən öyrənir. Sən Allah deyir, mənə söylə görüm ki, bu qəziyyəyə səbəb olan nədir? Yəni, bu hadisənin səbəbi nədir? Deyir. Sən deyir, həmişə deyir, Şah Abbasın içəri otağında olursan. Yəni, sən belə bir şey deyir, mümkün deyil ki, sən bundan xəbərin olmasın. Yəni, o qədər Yusif Sərrac o qədər artıq məhdəl qalıb ki, bilmir hardan necə öyrənsin ki, bu hadisənin səbəbi nədir? Xacə Mübarək də deməli, biz burada görürük ki, Xacə Mübarək müsbət obrazdır. Həqiqətən deyir, çox saf və sadiq adam idi. Qəziyyəni əvvəlindən axırına kimi Yusif Şaha nağıl eləyir. Yusif Şah ağıllı adam idi və uduzlardan onun heç bir qorxusu yox idi. Deməli, ağıllı olduğuna görə bu münəccim başlılarının dediklərindən, nə bilim, uduzlardan qorxusu yox idi. Əlacsız qalıb səltənət işlərinin icrasına başlayır. Əvvələn Fərraşbaşı Əsəd bəyi hüzuruna gətirtirir və buyurur. Deməli, taxta çıxan kimi gördürdüyü ilk iş nə olur? 12 fərraşı deyir, özünlə götürürsən, gedirsən Mollabaşı Axund Səmədi, Sərdar Zamanı, Vəzir Mirzə Möhsünü və Müstəfi Mirzə Yəhyanı, Münəccimbaşı Sədrəddinlə Mövlana Cəmaləddin tutub apararsan. Əşkdə olan zindana salarsan, qayıdıb gələrsən, buyruğun nəticəsini mənə söylərsən. Deməli, Yusif Şah taxta çıxan kimi ilk işi nə oldu? O əvvəlki vəzifə sahiblərinin hamısını əşk qalasına, zindana saldırmaq olur. Əsəd bəy başlayıb getdi. Yusif Şahı sarayla tanış etməyə başladılar. Zinət otağının qapısını açdılar, Şaha göstərdilər. Yusif Şahın 3 qızı var idi, 2 oğlu var idi. Böyüyü 14 yaşında, ortancılı 12, kiçiyi 8 yaşında, 2 oğlu var idi, 6 yaşında və 4 yaşında. Qızlardan hər birinə bir gül, bir cüt sırğa, bir üzük, bir boyunbağı, bir dəst paltar və bir rızayı şal. Arvadı üçün isə bir dəst paltar və rızayı şal ayırdı. Yəni, görün o qədər gözü toxdur ki, yəni arvadı üçün bir dəst paltar, rızayı şal və hamısı üçün bir cüt sırğa və bir üzük, bir boyunbağı ilə kifayətlənir. Xacə Mübarəyə təslim edib buyurdu. Bunları apararsan Qəzvinin 2-ci küçəsinə, mənim qədim evimdə arvadıma yetirərsən. Deyərsən ki, mən tərəfdən narahat olmasın, sabah oğlanlarımı hüzura göndərsin. Deməli, oğlanlarının yanına çağırılmasını istəyir. Xacə Mübarək şeyləri 2 nəfər xidmətçi ilə götürüb gedir. Deməli, bunları çatdıran kim olur? Xacə Mübarək olur. Sabahsı gün Yusif Şah salam otağına təşrif gətirib dostları Molla Ramazanı, Qurban bəyi, Mirzə Cəlili, Mirzə Zəkini çağırtdırır. Deməli, burada qarışıqlıq gəlir, düşür, nədir? Hansı ki, əvvəlki köhnə vəzifədə olanları vəzifədən Yusif Şah çıxartdırır, onları aparır, ərkə zindana saldırır və əlbəttə ki, onların yerinə lazımdır ki, özünün inandığı adamları gətirsin, öz dostlarını gətirir, tanıdıqlarını gətirir və burada yeni vəzifə sahibləri kimlər olur? Biz bunları necə yadda saxlayaq? Gəlin, bunun çox asan yolları var. Mən sizə bunları həmin yoldan öyrədəcəm, yadınızda qalacaq. Deməli, deyir ki, mollabaşlıq mənsəbini Molla Ramazana verir. Baxın, Ramazan bayramı ilə molla sözünü əlaqələndirirsiniz. Molla başlığı verir Molla Ramazana. Oldu mu? Bu bir yadda saxlayacağımız qeydimiz.
İkincisi, sərdarlığı Qurban bəyə verdi. İkincisi, sərdar. Belə yadınızda saxlayın. Düşmənlə döyüşəndə və yaxud da hər hansı bir müharibədə bir tərəf qurbandır, bir tərəf qalibdir. Deməli, sərdarlığı Qurban bəyə həvalə edir. Hansı ki, Sərdar Zamanxanın yerinə Qurban bəy gəlir çıxır. Bu ikinci yadda saxlayacağımız məqam. Vəzirlik xanlıq ləqəbi ilə Mirzə Cəlilə, deməli, vəzir olmağı Mirzə Cəlillə yadda saxlayın ki, yəni ağıllı bir adam olduğuna görə Mirzə Cəlilə verir. Müstəvfiliyi Mirzə Zəkiyə tapşırır. Deməli, Maliyyə Nazirliyini də belə yadda saxlayın. Maliyyə Nazirliyini də Mirzə Zəkiyə, yəni orada hesab kitab olmalıdır, toplanmalıdır, çıxılmalıdır, kimə nə qədər maaş verilməlidir. Burada zəki adam olmalıdır ki, bunları həll eləsin. Düzdür, bu yolla dördüncü, bunu da yadda saxlasaz, yadınızda qalacaq əminəm ki. Münəccimbaşılıq mənsəbini bilmədən ləğv elədi. Deməli, biz burada görürük ki, o heç kimi münəccimbaşılıq mənsəbinə gətirib çıxartmır. Sadəcə bu mənsəbi birbaşa ləğv eləyir ki, onun dövlət, baxın, münəccimbaşılığı ləğv eləyir ha. Dövlətə və millətə zərərdən başqa bir faydası yox idi. Buyurdu, tamam vilayət, tamam hakimlərinə elannamë və təkidli hökm göndərilsin ki, bu gündən sonra şərafətli şəriətin icazəsi olmadan bir müsəlmandan bir şey almaq məqsədlə sıxışdırmağa heç bir cürət etməsin, bacarmasınlar ki, məhz öz keyfləri istədikdə bir kəsi cərimə edələr və ya qətlə yetirələr və ya burun qulağını kəsələr, gözünü çıxardalar. Hökmdən əlavə hər bir vilayətə inanılmış baxıcılar təyin etdi. Gedib vilayətlərin əhvalatından və xalqın ehtiyacından xəbərdar olub, gəlib danışsınlar. Deməli, hər vilayətə özünün tanıdığı baxıcıları göndərir ki, orada olan hadisələr, əhvalatları, xalqın nə zaman nəyə ehtiyacı var, onu gətirib Yusif Şaha çatdırsınlar. Yusif Şah bu baxıcılar hüzura istəyib dedi, vilayətlərin hakimlərinə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar, rüşvət almasınlar. Yəqin bilsinlər ki, bu növ hərəkətlər axırda onların özlərinin bədbəxtliyinə və ölümünə səbəb olar. Bu sözləri xatırlatdıqdan sonra şah baxıcılara buraxdı. Sonra buyurdu ki, vergi məbləği orta miqdara qədər azaldılsın. Əmr etdi ki, hər yerdə yollar təmir olunsun. Lazım məqamlarda mənzillər, körpülər, karvansaralar tikilsin. Hər vilayətdə xəstəxanalar, mədrəsələr açılsın. Susuz yerlərə su çıxarılsın. Su çıxarılması məsələsi biz harada da görürük. Xurşud Banının Natəvan əsərində Xurşud Banu deməli su çıxarır, Nil üzünə, Şuşaya su keçdirmək planları var idi. Dullara, yetimlərə, şirlərə, korlara yardım və himayət göstərilsin. Vilayətlərdə hər keyfi istəyən öz başına özünü ruhani sinfinə daxil etməsin. Bu xüsusda mollabaşıdan icazə istəsinlər. Ruhani sinfi hər yerdə xalqın ehtiyacına kifayət edəcək qədərdən artıq olmasın. Yəni, burada deyir ki, özünü hər deməli, yerindən duran özünü ruhani elan eləməsin və bunun üçün mollabaşdan gəlib icazə istəsinlər və hər yerdə də ki, xalqın ehtiyacı olduğu qədər, yəni tutaq 3 nəfərə ehtiyac var, 3 nəfər olsun. 10-15 ruhaninin olmağına nə ehtiyac var? Yəni xalqın ehtiyacı qədər deyir olsun. Bütün ruhanilərə dolanacaqlarına kifayət edəcək qədər xəzinədən maaş təyin elədi ki, səltənətə möhtac olsunlar, mənsəb sahiblərini şahın xidmətinə, zülm əhlinə çevirməsinlər. Məhkəmə işləri ki, səltənətin ən mühüm işlərindəndir. Ruhanilərin əlindən alınıb, deməli, əvvəl ruhanilərin əlində idi. Onların əlindən alınıb, mənsəb sahibləri içərisində doğrucul olan adamlara həvalə edildi. Millət məhkəmə cəhətindən özlərini ruhaniyə möhtac görüb, təkcə onlara müraciət etməsin, səltənətdən uzaq düşməsin. Buyurdu ki, dini vergilər hər yerdə sədaqətli adamlardan 4 nəfərə tapşırılsın. Vilayətin füqarasına dəftər üzü ilə sərf olunsun, hesabı divana gətirilsin. Füqaranın bəzi dini vergilərdən fayda alıb, bəzisi məhrum qalmasın. Yəni, bu o deməkdir ki, dinidir vergilər sədaqətli 4 nəfərə tapşırılsın ki, hansı ki, deyir, bunlar vilayətin, deyir, fağır, yəni kasıb təbəqəsinə sərf olunsun. Yəni, həmin vergilər yığılandan sonra kasıblara, deyir, dəftər siyahısı ilə yəni paylanılsın ki, sonra, deyir, bir kasıba fayda verilir, digər kasıb həmin verginin faydasından kənarda qalmasın. Yəni, siyahı ilə hamıya ədalətli şəkildə bölünsün. Əmr etdi ki, xüms və imammalı verilməsin. Deməli, xümslə imammalı verilməsin. Belə ki, millət dilənçilik zillətindən azad olub, sayır xalq kimi öz peşəsi ilə məişət vasitəsi əldə etsin. Bu xüsusda mötəbər ruhanilər Yusif Şaha fiqh kitablarına hökmlər çıxarıb göstərdilər. Vilayətlərə elannamələr göndərdi ki, bundan sonra bir şəxs şaha dövlət adamlarının deməli, bunu
xüsusi işarə eləyək, bir qeyd edəcəm. Deməli, qapısının nökərlərinə peşkəş verməyə, ayağının altına qiymətli bir şey salmağa cürət etməsin və heç kəs peşkəş vasitəsilə hakimiyyət qazanmağın təmənnasında olmasın. Biz bunu harda görmüşdük? Biz bunu ilk əvvəl vəzirin nitqində görmüşdük ki, vəzir boşalan xəzinəni doldurmaq məqsədi ilə bu qərarı vermişdi ki, kim ki vəzifə tuturdu, o vəzifəyə görə pul ödəsin, şah gəlirsə onun ayağının altına qiymətli parçalar salsın. Bu qaydanı, bu qanunu kim gəlir, ləğv eləyir? Yusif Şah ləğv eləyir. Səltənətin mədaxilinin artırılması üçün də qərar qoydu ki, tacirlər, bəyzadələr, xanəndələr, şahzadələr, hətta ruhanilər, seyidlər və başqa xalq sinfi əmlakın mədaxilindən şəhərlərdə 1/10, kəndlərdə 20/1 hissəyə xəzinəyə versinlər. Qoşun xalqının xidmətçilərinin məvacibi əsla çatmamış qalmasın, deyir. Qoşunun və xidmətçilərin maaşı yəni əsla verilməmiş olmasın, çünki bu səltənətin ən böyük nöqsanıdır. Bəlkə həmişə vilayət xəzinəsindən təxirsiz verilsin. Alış-veriş edənlər üçün əmlakın qiymətindən, xəzinənin xeyri üçün, yəni tümənə 5 şahı təyin olunsun. Bundan başqa, burada Yusif Şahın gördüyü başqa işlər də var. Yusif Şah bilirdi ki, Miraxur yay fəsli padşahlıq atlarını yaylağa aparır. Bəslənmə bəhanəsindən ətraf xalqa əziyyət verir, cəfa yetirir, onları çapıb tallayır. Yəni, Miraxur atlara baxandır. Bu şahın atlarını deməli, yayda yaylağa aparırdı. Orada olan millətə şahın atlarını saxlayırmış kimi, yəni orada bir iş görürmüş kimi xalqa əziyyət verir, onları çapıb talayırdılar, nə bilim, vergilər alırdılar, var-yoxdan çıxardırdılar onları. Ona görə bunların heç birinə qəpik də vermir. Sonra ona görə deyir, həmin şəxsləri bilirdi ki, kimlər idi. Sonra deyir, topxana əmirini bilirdi ki, topçuların hamısı üçün xəzinədən məvacib götürür. Heç birinə bir qəpik də vermir. Xəzinədar etdiyi nə idi? Deməli, topxana əmirinin ki, etdiyi o idi. Xəzinədarın elədiyi nədir? Padşahlıq pulunun içinə qəlb pul qatıb xalqa dağıdır. Qəzvin bəylərbəyisi xalqdan hədsiz rüşvət alır. Darğa dövlətlilərə füqəraların müqabilində üz görür. Kəndxudalar Qəzvinin küçələrini natəmiz saxlayırlar. Bax, bu hissəni əzbərləmək lazımdır. Onların hamısını vəzifədən çıxarıb, yerlərinə tanıdığı münasib adamları təyin etdi. Mollabaşı Axund Səməd Ərkin zindanda dustaqxana məmurundan eşitdi ki, onun mənsəbini Molla Ramazana veriblər. Qüssədən birdən-birə həlak oldu. Yusif Şah dəxi əmr etdi ki, Qəzvinin küçələri genəlsin. Deməli, Molla Axund Səməd niyə vəfat edir? Eşidir ki, onun mənsəbini Molla Ramazana veriblər qüssədən. Küçədədir, açıq quyular örtülsün, gedib gələndir, onlardan düşməkdən hifz olunsun, xalqın ərzinə qulaq asmağa, dadına yetişməyə qayda qərar qoydu və buyurdu. Bahalıq olduğu üçün Qəzvinin füqarasına padşahlıq anbarından buğda verilsin. Deməli, kasıblara padşahlıq anbarından buğda verdirir. Biliklidir adamlardan, mahir quyqazanlardan müşavirə məclisi düzəldib Qəzvinə su çıxarmaq üçün danışıq olsun, tədbir təkliflər padşaha təqdim edilsin. Yusif Şahın taxta çıxmasından bir həftə keçdi. Hər gün onun xeyirxahlığından, ədalətindən növbə-növ əlamətlər xalqa aşkar olurdu. İran üçün xoşbəxtlik günləri, şadlıq əyyamı başladı. Qəzvin əhli hər gün qala qapılarından adam şaqqalarını asılmış görmədilər. Şah meydanında cəlladların adam şaqqalamalarını, ardlardan asmalarını, göz çıxartmalarını müşahidə etmədilər. Bu əhvalat onlara xeyli qəribə göründü. Çünki artıq öyrəşmişdilər o zülmə, nə qədər gözləri öyrəşmişdirsə, onlar belə xeyirxahlıq onlara qəribə görünür. Əvvəl dedilər, görünür bu padşah çox rəhimli, yumşaq təbiətli adamdır. Sonra onun rəhimli və yumşaq təbiətli olması haqqında mübahisələr başlandı. Bunu süsrəyliyə, zəif məcazlığa yozdular. Bundan əlavə dəxi Yusif Şahda 1000 gün özü eyib tapdılar. Çünki yaxşılıq yoxdur. Vəzifədən çıxarılmış hökumət məmurları xalqın bu növ niyyətindən nəticə çıxararaq onu qənimət bilməyə fürsəti fövd etmədilər. Yəni, vəzifədən çıxarılan hökumət məmurları xalqın arasında gördülər ki, belə-belə söhbətlər davam edir, yayılır. Onlar da fürsətdən istifadə elədilər. 3-4 günün içində bütün nəzərdə tutulan adamlar görüşdülər. Burada hansı ki, topxana əmiri olur, topçubaşı, bütün o lazımi insanlar yığışırlar. Hamısı üsyana meyil və hazırlıq göstərirlər ki, üsyan qaldırsınlar. Fitnəkarlar qərar verirlər ki, sübhdən padşahlıq sarayını əhatə etsinlər, içəri girib Yusif Şah taxtdan salsınlar, həlak etsinlər. Sonra özlərini Səfəviyyə nəslindən bir təzə padşah tiksinlər. Qərarı alınmış gün sübh çağında hələ padşahlıq sarayının qapıları açılmamış çoxlu süvari və piyada silahlı olaraq onun ətrafını bürüdülər.
Yusif Şah əhvalatdan xəbərdar olub buyurdu ki, Şah sarayının qapılarını açmasınlar. Bu halda Yusif Şahın tərəfdarları dəqiq xəbərdar olub silahlandılar. Qiyamət bərpa oldu. Axırda Yusif Şahın tərəfdarları məğlub olub, hər kəs bir növ ilə başını mərəkədən qıraq çəkdi, canını qurtardı. Fitnəkarlar hücum edib Şah sarayının qapılarını sındırdılar. İçəri daxil olub Yusif Şahı axtardılar, amma tapmadılar. Yusif Şah itkin düşdü. Baxın, burada Yusif Şah itkin düşür, öldürülmür. Yəni sadəcə olaraq itkin düşür, onu tapa bilmirlər. Gün batdı, hər kəs öz evinə, mənzilinə qayıtdı. Üsyan və qovğa sakit oldu. Sabahsı gün üsyan başçıları tezdən erkə getdilər. Sərdar Zamanxanı, Vəzir Mirzə Möhsünü, Müstəvi Mirzə Əhyana, Mövlədən Cəmaləddini və Münəccim başını həbsdən çıxardılar. Hamısı ayağa durub gəldilər. Şah Abbas gizlənən evə, onu oradan çıxardıb Şah sarayına yetirdilər. Taxt tacına əvvəl kimi malik oldu. Hər iş köhnədən qərar üzrə sürət tapdı. Fürsət tapdı və güya ki, heç bir hadisə vaqe olmamışdı. Bu ulduzların axmaqlığına mən təəccüb edirəm ki, necə bilmədilər İran əhli onları aldadırlar. Bu artıq müəllifin nitqidir. Bu artıq Mirzə Fətəli Axundovun özünün fikridir. Belə sadəlik olurmu ki, ulduzlar özlərini İran əhlinə aldatdırıb, biçarə təqsirsiz Yusif Sərracı bədbəxt etdilər. Şah Abbası kənar qoyub 40 il sərasər onun cəlladlığına, zülmkarlığına etinasız baxdılar. Şah Abbasın zülmkarlığının alçaq əlaməti bu idi ki, bir oğlunu öldürmüşdü taxta görə. İkisinin dəxi gözünü çıxartmışdı. Dəxi oğlu yox idi. Nəvəsi ona varis oldu. Amma ulduzları da qınamaq olmaz. Ulduzların heç vaxt xəyalından keçməzdi ki, İran əhli onları aldadacaqdı. Həqiqi padşahın əvəzinə süni bir padşah onun səliməsinin altına salacaqdı. Vallah, bu İngilis tayfası qəribə axmaqdır. Belə xətərli millət ilə az qalmışdı ki, gənc başlayarlar. Deməli, belə. Əsər burada bitir. Deməli, əsərlə bağlı olan əsas qeydləri nəzərdə saxlayaq. Deməli, əsər epik növdə yazılmışdı və Azərbaycan ədəbiyyatında realist bədii nəsrin əsası, yəni povest janrının əsası bu əsərdən qoyulmuşdu. Yəni, ədəbiyyatımızda povest janrında yazılan ilk əsərdir. 1857-ci ildə yazılmışdı. Əsər gördüyümüz kimi nəsrlə yazılıb. Əsər eyni zamanda 2 adlı əsərdir. Əsərin digər adı Hekayəti Yusif Şahdır. Əsərin yazılma səbəbi, deməli, səbəbi deməyək, yazılması İskəndər bəy Münşinin Hekayəti Tarixi Əlamarayı Abbas, yəni dünyanı bəzəyən Abbasın tarix əsərinin mövzusundan götürülüb. Əsərdə problem mütləqiyyət quruluşunun yaramazlıqlarının vətənin tərəqqisinə imkan verməməsidir. Əsərin sonunda köhnəlik, yenilik üzərində qələbə çalır və əsərin məzmununda kəvakib sözünün biz mənasına baxsaq, aldanmış kəvakib, aldanmış ulduz deməkdir. Və əsərdə mövzumuz nədən bəhs edir? Xalq və xalqa münasibət, dövlətin idarə olunması məsələləri, ideya olaraq da mühafizəkar feodal cəmiyyətinin, onun ədalətsiz üsul idarəsinin, ictimai eyblərinin, Şah Abbas və onun vəzirlərinin yəni simasında ifşa edilməsidir. Əsərdə 3 molla obrazı biz görürük. Axund Səməd, Molla Ramazan, Molla Rəsul. Bundan başqa əsərdə biz oxşar cəhətlər gördük. Hansı ki, biz oxşarlıqları da qeyd etdik, vəzifələri də qeyd etdik. Ümid edirəm ki, faydalı oldu. Kanala abunə olmağı unutmayın. Eyni zamanda Filolog 2017 Instagram səhifəmə abunə ola bilərsiniz. Orada da hər gün maraqlı qeydlər paylaşılır, quizlər, testlər, sorğular paylaşılır və bundan başqa onlayn dərslərimizdə qeydiyyat aktivdir. Dərslər həftədə 3 dəfə keçirilir. Fərdi və yaxud da istəyə görə qrupla dərslər təşkil olunur. Ətraflı məlumat üçün Filolog 2017 Instagram hesabının direkt bölməsinə yazaraq ətraflı məlumat əldə edə bilərsiniz. Belə, ümid edirəm faydalı oldu. Bəyənməyi unutmayın.